Bizim eldə quşa güllə atılmır, bizim eldə dosta yalan satılmır. Halal tikə haramına qatılmır, tərəzinin iki gözü düz olur. Bir əkirsən, bərəkəti 100 olur. Bu sözlərin ünvanı var Borçalı, cəngi üstə ata suvar Borçalı. Köksü ocaq, dağlara qar Borçalı, düşmənə sərt, dosta hamar Borçalı. Cəngi üstə ata suvar Borçalı. Salam hörmətli tamaşaçılar, 24 News TV-nin efirində Ədəbi Üfüqlər verilişində xoş gördük hər birinizi. Verilişimizin bugünkü qonağı yuxarıda söylədiyim sətirlərin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 31 kitab müəllifi, haqqında 3 kitab yazılmış, istedadlı yazıcı, folklorşünas, Şərəf və Xalqlar Dostluğu ordenli Əli Abbasdır. Əli müəllim, xoş gəlibsiniz studiyamıza. Və verilişimizin digər qonaqları, Əli müəllimin yaradıcılığını yaxından bilən, onun şeirlərinin ilk oxucusu olan, onun şeirlərinin təbliğatçısı olan hörmətli ziyalımız Mirağa Mustafazadədir. Mirağa müəllim, siz də xoş gəlibsiniz və Borçalımızın tanınmış aşıqlarından biri, aşıq və şair qardaşımız Fərhad Əzizdir. Fərhad müəllim, siz də xoş gəlibsiniz. Mirağa müəllim, yuxarıda qeyd elədik ki, siz Əli Abbasın yaradıcılığı ilə çox yaxından və dərindən tanışsınız. Buyurun, Əli Abbasın yaradıcılığından oxucularımıza nümunələr təqdim eləyin. Hörmətli tamaşaçılar, bugünkü verilişimizdə sizə deyildiyi kimi Əli Abbasın yaradıcılığından nümunələr çatdırmaq istəyirik. Hörmət müəllim, Əli müəllim mənim ilk müəllimlərimdən biri olubdur. O vaxtı Əli müəllim ali məktəbi bitirib yuxarı sıralı məktəbində müəllim kimi fəaliyyətə başlayanda ilk şagirdi mən olmuşam. Sonlara təsadüf belə gətirdi ki, mən də ali məktəbi bitirdim, gəldim, uzun müddət onunla beraber çalışdıq. Onun yaradıcılığıyla dediyiniz kimi yaxından tanış olmuşam. Əli müəllimin əsas fəaliyyəti nəsr bölməsindədir, amma şeir yaradıcılığı daha güclüdür və məni özünə cəlb elədi. Onun şeirlərində vətən məhəbbəti, yurt məhəbbəti, ailə sevgisi, evlad sevgisi, qardaş bacı sevgisi böyük yer tutubdur. İstəyərdim ki, elə bu mövzuda onun şeirlərindən birini tamaşaçılarımıza çatdırım. Buyurun. Dərd çəkən açmasa dərdi bilinməz. Danışıb söyləyər, ürəkdən gülməz. Dərd dərin su imiş, sonu görünməz. Dənizmiş, arazmış, kürümüş qardaş. Bir çətən qiyməti qalmayıb sözdə. Tale bu üzdədir, bəxtsə o üzdə. Günah nə məndədir, nə də ki sizdə. Fələyin gərdişi beləymiş qardaş. Məni təkliyibdir zamana vallah. Haqqı tapşırıblar yamana vallah. Bu dünya gəlməyəcək imana vallah. Ayının yüz oyunu biriymiş qardaş. Mənim istəyimcə olmayıb heç vaxt. Taleyim kamını almayıb heç vaxt. Allahım yadına salmayıb heç vaxt. Dünyada Əli Abbas var imiş qardaş. Dünyada Əli Abbas var imiş qardaş. Başqa bir şeirində yazır ki, İkimiz də bir ağacın barıyıq. Sən şirinsən, mən acıyam denədən. Tali bizi qarşı qismət gətirdi, bəxtimizin kəmliyini bilmədən. Həyat məni qovurğa tək qovurdu. Dönə-dönə süpürdü həm soğurdu. Duzlu suda hey çevirdi, yoğurdu. Gözlərimdən axan yaşı silmədən. Ayaqsızlar ayaq açdı üstümə. İçin odlanıram tüstümə. Öz sözümdən tuzaq qurub qəstimə. Xəbərim yox bağlamadan, ilmədən. Doğmalar üçün divan tutdum canıma. Yıxılanda yadlar gəldi yanıma. Yaraşarmı heç adıma, sanıma. Öləcəyəm bircə dəfə gülmədən.
dırnağımla qayaları soymuşam. Yaşamaq üçün vuruşmuşam, oymuşam. Talihimin qismətindən doymuşam, qismətimin ləzzətini görmədən. Əli Abbas, hey boşalıb, hey doldun. Yovşan təki, nə açılıb, nə soldun. Nadanların gülüşünə tuş oldum. Ömrün boyu bir kimsəyə gülmədən. Ömrün boyu bir kimsəyə gülmədən. Sağ olun Ağa müəllim. Və mən də hörmətli tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm ki, Əli Abbasın yaradıcılığı həqiqətən çox şaxəlidir. Yəni, həm onun nəsr əsərləri var, həm gözəl şeirləri var. Həm də Əli Abbasın yaradıcılığı bir tədqiqat mövzusudur. Və Bakı şəhərində Əli Abbasın yaradıcılığı barəsində 20 iş yazılıbdır və doktorluq dissertasiyası müdafiə olunubdur Əli müəllimin yaradıcılığı əsasında. Və mənim özüm də Əli müəllimin kitablarını oxuyanda o qədər valih oldum ki, Əli müəllimin yaradıcılığına. Onun 4 kitabı barəsində Babakar əfsanəsi, O qonaq deyildi, Rövşən Gəncəlinin poeziyası və Rövşən Gəncəlinin şeir dünyası adlı kitabları barəsində məqalələr yazaraq Gürcüstan və təsir qəzetlərində çap elətdirmişəm. Bu əsərlər həm bədii cəhətdən, həm ədəbiyyatşünaslıq baxımından bütün tələblərə cavab verir. Ağa müəllim, buyurun yenə Əli Abbasın yaradıcılığından nümunələr təqdim edin tamaşaçılarımıza. Hümbət müəllim, dediyiniz kimi Əli müəllimin yaradıcılığı çox şaxəlidir. Ədəbi janrın bütün formalarından istifadə edibdir. Məni ən çox sevdirən onun yazdığı hekayələrdir. Onun yazdığı hekayələrdən biri Ata Laylası adında bir hekayəsi var. Məni özünə çox cəlb elədi. Dostluq haradan başlayır adlı bir povest yazıbdır. Çox dəyərli bir əsərdir. Onun yaradıcılığında dostluq mövzusu böyük yer tutubdur. Bizim tanıdığımız Borçalı ziyalılarından biri Allahverdi Təhləli var. Yəqin ki, tanıyırsınız, eşitmişsiniz. Əli müəllim vaxtı ilə Konqres qəzetində işləyəndə Allahverdi müəllim də orada olubdu və deyərmiş ki, Əli müəllim, bugün sizə samavar çayı içməyə qonaq gələcəm. Günlər keçir, bir vaxt oldu ki, Allahverdi müəllim Təhləli Novruzun haqqında bir Dağlar əyil, yar görünsün adlı bir kitab çap eləmişdi. Həmin kitabı dostlarına hədiyyə eləyəndə gəzə gəlib Marioğluya və Yuxarı Saray kəndinə çatır. Əli müəllimin qonağı olur, darvazanı döyür, Əli müəllim qapıyı açır ki, gələn Allahverdi Təhləlidir. Görüşürlər və Allahverdi müəllim kitabı ona təqdim edir. Əli müəllim bunu evə dəvət edir. Allahverdi müəllim buyurur ki, vaxt azdır, yol da uzaqdır, mən getməliyəm. Gəldim elə sizi ziyarət edeyim, görüşüm. Qoy çay içməyimiz başqa vaxta qalsın. Bu gedəndən sonra Əli müəllim düşünür ki, mən bunu nahaq buraxdım. Uzaq yoldan gəlmişdi. Narahat hisslər keçirir və səhərisi gün mənlə qarşılaşdı. Əhvalatı mənə danışdı. Və mən ona bu məsləhət elədim ki, Allahverdi müəllim ziyalı bir adamdır, dünya görmüş adamdır. O sizdən bilməz. Sadəcə olaraq siz bir şeir yazın, onun könlünü alın. O şeiri yazdı, ilk dəfə mənə təqdim elədi. Mən oxudum. Bu şeiri, Hümbət müəllim, olmuş bir əhvalat kimi qəzetdə dərc elətdirdim. Çox gözəl. Sonra Marioğlu'da bir tədbir keçirilirdi. Həmin tədbirdə Allahverdi müəllimə gəlmişdi. Mən ilk dəfə onda gördüm onu. Tədbirdən sonra o maşından minib getmək istəyəndə mən ona yaxınlaşdım və dedim Allahverdi müəllim, bu qəzet sizə çatacaqdır. Burada sizə ünvanlanmış bir şeir var, onu diqqətlə oxuyarsınız. Bilirsiniz ki, Marioğlu'dan Qarayazıya 2 yol gedir. Biri Tiflisdən gedir, bir də Yağlıca düzündən gedir. Allahverdi müəllim Yağlıca ilə gedirmiş. Özü sonra mənə dedi ki, mən dedi Yağlıcaya satanda özümdən asılı olmayaq maşını saxladım, o qəzeti açdım, o şeiri oxudum. Çox xoşuma gəldi dedi və çox sağ ol kimi təşəkkür elədi. İcazə. İcazə versəniz elə həmin şeiri burada mən səsləndirərdim. Buyurun.
Deməli, Allahverdi müəllim deyirmiş ki, mən sizə samovar çayı içmək üçün qonaq gələcəm. Əli müəllim şeirində yazır ki, taleyin qismətin hökmünə bax sən, mənim həyatımı iki bölübdü. Sən gəldin samovar çayı içməyə, samovar qaynadan çoxdan ölübdü. Sən durdun, mən durdum, əlləri qoynunda süfrə baxırdı. Təhləli Novruzdan sən danışdıqca mənim ürəyimdən qanlar axırdı, əlləri qoynunda süfrə baxırdı. Vaxtın ətəyindən 4.50 tutub, tələsik getməyi mənə dərd olub. Gecələr yuxum da ərşə çəkilib, elə bil yastığım oddu, qord olub, atüstü getməyin mənə dərd olub. Qonaqlı qaralı olub bu süfrə, gələn qonağına minbüsat qurub. Burada sənətkarlar, ünlülər oturub, gələn qonağına minbüsat qurub. Taleyin, qismətin hökmünə bax sən, mənim həyatımı iki bölübdü. Sən gəldin samovar çayı içməyə, samovar qaynadan çoxdan ölübdü. Mənim həyatımı iki bölübdü. Mənim həyatımı iki bölübdü. Əli müəllimin yoldaşı həmin dövrdə dünyadan köçmüşdü. Bu şeir ona itibah olunubdu və bu məhəbbət şeirlərində, ailə sevgisində ona həsr olunmuş bir daha gözəl bir şeir var. Məni bu dünyada tərk qoyub getdin. Soldum saxta vurma çiçəklər kimi. Bal süzə bilmədim, alışdım, yandım, arısı perikmiş pətəklər kimi. Özün getdin, sözün qaldı dünyada. Əməlinlə izin qaldı dünyada. Həyatımı bəzəyirdi varlığın, elə bil ki, qəribsəyib dünyada. Bütün gecə həsrətlə pəncərəyə baxıram. Ötən günlər yada düşür, orlanıram, yanıram. Sən getdin, bu dünya qalıbdır sənsiz. Əkdiyin çiçəklər solubdur sənsiz. Sənin başladığın tamamlanmamış işlərin yarımçı qalıbdır sənsiz. Suratın gözümdən getməyib hələ. Həsrətdən gözlərim gülməyib hələ. Bir kimsə dərdimi bölməyib hələ. Dərdim də dərmansız qalıbdır sənsiz. Yatırsan məzarda, isti soyuqda, yağışda, yağmurda, boranda, qarda. Əli Abbas illərdir burada. Acı xəyallara dalıbdır sənsiz. Acı xəyallara dalıbdır sənsiz. Sağ olun müəllim. Elə yeri gəlmişkən buradan studiyamız adından və öz adımızdan Allahverdi müəllimə salamlar göndərək. Allahverdi müəllim bizim Gürcüstanda yaşayan Azərbaycanlıların dəyərli yazıçılarından biridir və mən onun ilk dəfə mən onun Çeşmə almanaxı buraxılmışdı, sizin yadınızda olar. Orada Allahverdi müəllimin kəndimiz davadan uzaq olsa da dava kəndimizin içindən keçib. Belə bir şeiri var idi. O şeiri mən oxudum və Allahverdi müəllimin yaradıcılığıyla mən elə onda tanış oldum. Allah ona can sağlığı versin. Və Əli Abbasa həsr olunmuş çoxlu əsərlər var. Bayaq dedik, elə 3 kitab onun yaradıcılığı barəsində ona həsr olunubdur. O kitablardan biri buradadır. Mən istəyərdim ki, tamaşaçılarımız da görsün. Borçalının Ağsaqqal yazıcısı adlanan bu kitabda Azərbaycan xalqının görkəmli adamlarının, elm, incəsənət xadimlərinin Əli müəllim haqqında yazdıqları məqalələrdir, onların fikirləridir ki, kitab halında çap olunubdur. Yəni, Əli müəllimin yaradıcılığı ilə təkcə Gürcüstan, təkcə Borçalı oxucuları deyil, geniş Azərbaycan oxucu kütləsi də tanışdı və bütün Azərbaycanda Əli müəllimin əsərləri sevilə-sevilə oxunur. Və bizim Aşıq qardaşımız, Aşıq Fərhad Əziz də Əli müəllimə bir şeir həsr edibdir. İndi xahiş eləyərdik ki, siz də Əli müəllimin hansı keyfiyyətləri barəsində yazıbsınız, onu tamaşaçılarımıza təqdim edin. Bəli, sağ olun, çox sağ olun.
Bu görüş günündə bundan da sonra əhval ruhiyyəniz çağ olsun. Amin. Yerin zirvələrdir belə görmüşük, hər uğurda üzün ağ olsun. Amin. Şadam rəftarımız müdəm olub xaz, dost tellərimiz kaş tutmasın paz. 100 yaşda dirsəhlən saza qulağaz, dörd bir yanın gülşən bağ olsun. Amin. Yetərincə tutduz mənim əlimdən, heç vaxt yad olmazsınız inan dilimdən. Fərhad Əziz deyir, gəlir qəlbimdən, Əli Abbasımız sağ olsun. Amin. Əli Abbasımız sağ olsun. Amin. Çox sağ ol, çox sağ ol. Mirağa müəllim, Əli müəllimin yaradıcılığının özgə hansı keyfiyyətləri var, özgə hansı xüsusiyyətləri var? Müəllim, Əli müəllim dedi ki, yaradıcılığı çox şaxəlidir. Janrın bütün növlərindən istifadə eləyibdir. Hekayələr, povestlər, hətta Sarı Gəlin romanı üzərində işləyirdi. Amma vaxtın azlığından istifadə edilərək biz o nöqtələrə toxuna bilmirik. Aşıq kimi mən də istəyirəm ki, Əli müəllimin bu gözəl tədbirində ona uzun ömür arzulayam, can sağlığı arzulayam. Bilirsiniz ki, fəsillərin payızı qışı olduğu kimi, insan ömrünün də payızı qışı var. Biz artıq ömrümüzün o ahıl çağları yaşayırıq, o anlara qədəm qoymuşuq. Mən inanıram ki, Əli müəllim bu günə qədər qələmini yerə qoymuşdu. O ömrün bütün notlarından istifadə edərək yazıbdı və bugün də ona həmin həvəsi, həmin yaradıcılığı ömür arzuluyoruz, uzun ömür. İnşallah. Biz ona həsr olunmuş bir gözəl şeir var. Mən o şeirlə ona uzun ömür, can sağlığı arzulamaq istəyirəm. Buyur. Payız nətiz gəldi. Mən də saralıram, soluram ömrüm. Fəsillər dəyişir, illər ötüşür. Telləri ağ görüb doluram ömrüm. Qalmışam həyatın qənli çağında. Ömrüm oda döndü yanar çağında. Saralıb çiçəklər ömrüm bağında. Min cürə xəyala dalıram ömrüm. Yoxşulu yollarda yorulan oldum. Kədər otağına sarılan oldum. Hər şeydən bezərək dağılan oldum. Çarəsiz hallara qalıram ömrüm. Məxluqa çox gəlir harayın, hayın. Tapılmaz dünyada dərdli bir tayın. Yoxdur qismətində sevinçdən payın. Payını kədərdən alıram ömrüm. Payımı kədərdən alıram ömrüm. Əli müəllim, düşünmə ki, qocalırsan. Hər yaranan qocalmır. Qocaldıqca ucalırsan, hər qocalan ucalmır. Sağ ol. Siz ömrün bütün çağlarında ucalıbsınız. Eşq olsun. Qələmin gücündən, əməyinizlə, zəhmətinizlə ucalıbsınız. Sənə bu yolda uğurlar arzu edirik, yeni yaradıcılıq arzu edirik və uzun ömür arzu edirik. Arzu edirik Kümbət müəllim, bunun 90 ilini, 100 ilini keçirsin. Sağ olun, təşəkkür edirəm. Əli müəllim qələmi də yerə qoymağa ixtiyarınız yoxdur. Bizim oxucularımız, bizim tamaşaçılarımız sizə bu ixtiyarı vermirlər. Hələ yazacaqsınız, hələ yaradacaqsınız. İnşallah. Hörmətli tamaşaçılar, verilişimizin imkanı çərçivəsində biz bugün Əli Abbasın yaradıcılığına bir işıq tutmağa, bir məşəl tutmağa çalışdıq. Vaxtımızın bizə imkan verdiyi dərəcədə və sonda mən Əli Abbasın özünə müraciət eləmək istəyərdim ki, Əli müəllim, bugünkü Borçalı ədəbi kəndliyinə, ümumiyyətlə xalqımıza, elimizə, obamıza bir ağsaqqal yazıcı kimi nə arzulayardınız, nə məsləhət görərdiniz, nə tövsiyələr eləyərdiniz? Çox təşəkkür edirəm. Hər şeydən əvvəl studiyaya, bizim Azərimizə, torpağa bağlı, elə bağlı, xalqına bağlı, Borçalıya bağlı, həmişə hörmətlə yanaşan bir gözəl ziyalımıza, Azər bəyə təşəkkür edirəm ki, bu studiyanı bizim üzümüzə açıbdır. İkinci, sizə təşəkkür edirəm ki, mənim yaradıcılığıma bu qiyməti verdiniz, dediniz, çox sağ olun. Amma bir şey də deyim ki, bundan başqa da mən Borçalı folklor antologiyasını 2 cilddə buraxmışam, dastanları ayrı,
deyimləri ayrı, bayatıları, sözlü, söhbəti, tapmacaları, Müəllim, üzr istəyirəm. Sizin yaradıcılığınız o qədər genişdir ki, qısa bir verilişdə tam əhatə eləmək mümkün deyil. İnşallah gələcəkdə sizin yaradıcılığınıza yenə qayıdacağıq və sizin yaradıcılığınızı araşdıracağıq və tamaşaçılara daha geniş məlumat verməyə çalışacağıq. İnşallah. Bizim Borçalıda bütün ziyalılara özüm tutub deyirəm ki, bizim bir dənə vətənimiz var, bir də özümüz varıq. Biz bir-birimizi axtarmalıyıq, ziyalılarımızı axtarmalıyıq, qəhrəmanlarımızı axtarmalıyıq, ağsaqqallarımızı axtarmalıyıq. Dədə-babadan bizə miras qalan gözəl adətimiz var. Böyüyə hörmət, abırçaya hörmət, uşağa hörmət, vətənə məhəbbət, qonaqpərvərlik, əməksevərlik və Borçalımızın gözəlliklərini yaza bilmiriksə də heç olmasa görüşlərimizi təşkil eləməliyik və orada görüşlərimizi də Allaha çox şükür ki, bizim ziyalılarımız bunu keçirdir. Başda bizim Hümmət müəllim Tonaçaylı, Mirağa müəllim yazıçımız, mənim şagirdim olub, gəlib mənə çatıb inşallah. Bir də bizim bugün vəzifəmizdə iştirak edən aşığımız, ustad aşığımız Aşıq Fərhad. Çox sağ olun, təşəkkür edirəm. Allah bizi belə məclislərdə görüşdürsün və bilin ki, bu məclislər, bu sözlər, bu söhbətlər, bu görüşlər mənə duh verir, ömür verir, həvəs verir və mən inşallah nə qədər nəfəsimiz var işləyəcəyik, yaşayacağıq. Verilişimizin ənənəsinə uyğun olaraq verilişimizin sonunda hörmətli aşığımız Fərhad Əzizi dinləyək, gözəl bir saz havasından və tamaşaçılarımızla vidalaşaq, sağollaşaq, sağ olun, salamat qalın, hörmətli tamaşaçılar, gələn verilişlərdə görüşənədək. Borçalının ayla layla terli balamay balamay Müxannətin ürəyində qadası var Borçalının, bir-birindən gözəl olan obası var Borçalının. Çoxdu görən olmayağın pərən-pərən İnsanlara şəfa verən havası var Borçalının. Mərhəmini çoxdu görən olmayanın pərən-pərən İnsanlara şəfa verən havası var Borçalının. Fərhad Əziz
uzaq diyarlarda sədası var Borçalının ay la lay